Hadi bakalım. Gülay, Tünzayla, Revane. Necə? Ben Hə, tamam, yoxlayın, gözləyirəm. Bir də bir şey deyim. Revane, yəni ağlından çıxar da yayı dayandırmağı. Yaxşı? Ay drama girmişəm bayaqdan. bir qram həvəsim var. Sən reyzatın təcrübəmişəm. Sizə baxıram kitabınızdan. Baxacaqsan, öyrənəcəksən, qəşəng olacaq hər şey. Zəhmət çəkməlisən, əziyyət çəkməlisən, bəhrəsini görməlisən qızım. Deməli belə. Asan olmur da. Mən tarzı nə dediniz? Necə? Mən tarzı nə dediniz? Dedim, yoxlamısınız. Mən yazmışam. Yazmısan. Yaxşı saldı. La qarışmadan sonra bilmirəm. Yaxşı. Yaxşı. Deməli, bəli qızım. Ben bizim müəllim axırda məsələlərimiz qalmışdı, onlara Baxarıq. baxacağıq. Bəli, Yazmamışıq baxarıq. ama. Ancaq suallara baxasınız. Birinci ayda onluqdan başlayaq. 9 illiyə baxmayacağıq. 9 illiyə gələn dərs baxarıq. Gülay başla. Ayda onluqdan birinci bölmədən səhvlərini de. Mən 23 ilə 25-dir. 23 ilə 25-dir. Yaxşı. Qeyd eləyək. Ay Allah, demişdim ailə bunu gedin yazın. Birdən səhv yazarsınız, qrupdan soruşun. Gəlin mənə bu sualı verməyin. Vallahi mən çox çalışdım. Yaxşı. Yazarıq bir yerdə. Yaxşı da əlavə başqa? Bir də 33 var. 33. Hə, 33 maraqlı sualdır. Başqa əlavə yoxmu artıran? Dinuran? 24. 24. Aylin. Sonra 28. 28. Sonra başqa? 31 33. 31, 33. Aylin, Aysu xanım, Rəqsanə, Aybikə, Nezrin. Yoxdur. Yoxdur. Mən falan yoxdur. Yoxdur qəşəng. Mən yoxdur. Əla. Amma Rəqsanə. alındı. Yoxdur müəllim. Bir daha 33 ilə 23 zaten yer. Yaxşı. Deməli belə. Bircə saniyə gözləyin. Aha. Aha, uşaqlar, əlavə yoxdur da elə. Başlayım mən daha. Aha. Başlayaq. Yaxşı, baxarıq. Deməli belə. Kameraları açın. Nəzrin, Zeynəb, Müəllim bir də 20. necə qızım? 21-də. 21. Bitdi suallar. Başladı mı? Da yaxşı, özünüz bilərsiniz. Yox müəllim 20-21 yox. Necə? 20. 20 müəllim 21 yox. Yaxşı. Bəli. Yaxşı. Deməli belə. Yaxşı, gəlin başlayaq. 20 nömrəli sualla başlayırıq. Uşaqlar, bax keçən dəfə demişdim ki, Aylin vergüldən azad etmək lazımdır qızım. Bax bu 5,1-i bölünsün 0-dan 1000-də 17-dir də. 1000-ə vurursan aşağı 17 eləyir. Sadəcə yuxarıda 5,1-i 1000-ə vuranda 1000-in bir sıfırı bunu 51 eləyir. Qalan 2 sıfırını da yanına yazırsan. Yəni bu olur 5100. Razısan Aylin? Vergüldən azad elədin. Üstə gəl. Bu 1000-də 3, məxrəci 1000-də 3-dür, sürəti 100-də 3-dür. Yenə 1000-ə vurursan, məxrəc eləyir 3. Yuxarını 1000-ə vuranda 2 sıfırı vergülə aparır 3 eləyir. 1 sıfırı arxasına yazılır. Üstə gəl. Qızım, axırdakı nəyə vururuq Aylin? 10-a. 10-a. Aşağı 1 eləyir, yuxarı 10 eləyir. Quzu bölürük. Bunu buna böləndə 300. 33'e böləndə 10. Onu 1'e böləndə 10. Toplayanda 320. Başa düşdün Aylin? Ben Tamam, bunu silirəm. Gəlin davam eləyək. Daha sonra. Gəlin birinci burada sadə suallar var. Onları tez deyək. 28'i mənə kim verdi?
28 kimin sualıdır? 28. Mənim sualımdır müəllimə. Zeynəbim, keçən dərs sən yox idin deyə bilməmsən. Quzusu, bax misal üçün 26-nı yazmışdın. Bəli. Necə yazmışdın? Burada biri 11'e vurmuşdum. Yuxarıda da Ondan birlərin sonra sayını yuxarıda yazmışdın. ha. Burada da o işi görməlisən. Biri ən axırdakına vurmalısan. Sadəcə sürətində birlərin sayını bilmirsən axı. N də nədir deyirsən. Başa düşdün qızım? Bəli müəllim. Bax qəbul sualıdır. Ehtiyatlı ol. Qəbula belə düşür. Düşür. Qəbulu belə şey düşür. İndi gəlin 31-ə baxaq. 31-də. Deməli. İndi 31 kimin sualıdır? Kimin sualıdır 31? Tünzələ sənin idi deyəsən. Tünzələ yoxdur burada. Tünzələnin yəqin interneti getdi. Tünzələdən başqa səhvi olan var idi 31. Gəldi. Mənim. Hə, sizin. Tünzələm sənin səhvində 31. Tünzələ. Tünzələ qeyiblərə çəkildi. Müəllim burada mıyım? Buradasan. Bayaqdan səni çağırıram. Deməli belə. Uşaqlar, yuxarıda n plus 5-i n minus 5-ə vuranda n-in kvadrata çıxılsın 25 eləyir. Üstə gəl 31 bölünsün n. Uşaqlar, yuxarıda mənfi 25 üstə 31 gələndə mənfi 6 el, müsbət 6 eləyir, elə deyilmi? Bölünsün n. Bunun məxrəclərini ayırsam, yəni n kvadratı bölürəm n-ə, üstə gəl 6-nı bölürəm n-ə. Bu olur n üstə gəl 6 bölünsün n. İndi mənə deyir n-in neçə tam qiymətində bu ifadənin qiyməti tam ədəd olar. Tam demək, yəni müsbət də ola bilər, mənfi də ola bilər deməkdir. Biz burada 6-nın bölənlərini seçirik. Yəni 1, 2, 3, 6. Yəni mənfi 1, mənfi 2, mənfi 3, mənfi 6. Tam dediyinə görə mənfiləri də götürürük. Təkcə müsbətləri götürmürük. Başa düşürük. Aydındır. Mənfiləri də götürdük, müsbətləri də. Tünzələm və Aysu xanım, aydındır? Bəli. Aha, tamam. Bunu silirəm. Hə, bircə dəqiqə geri qaytarım. Buyurun. Silim bunu. Tamamdır. Gəlin davam eləyək. Növbəti sualımıza keçək. Buradan 33-ə də baxaq. Hesabı axıra saxlayıram ki, ürəyimizin şirəsi çəkiləcək o hesab sualında. Nəysə. Gəlin 33-ə baxaq. Uşaqlar, məxrəclə işim... Gəlin birinci C-ni hesablayaq. Uşaqlar. Burada... 5'te 3'tü. Necə Aylinim? Şeyde cevap 5'te 3'tü. 5-də 3-dür, yəni 0,6. Düzdür. Gəlin hesab prosesinə baxaq. 1-dən 2-də 1 çıx deyir. Çıxıram. Kimdir gələn? Hə, Mələkdir. Ah, Mələk, xoş gəlmişsən. Necəsən? Yaxşı, məməs necəsiz? Yaxşıyam, hardasan belə? Mən yasıb qalmışam, görməmişəm, indi gördüm. Utanmaz. Uşaqlar, 1 çıx 2-də 1-də, 1-ə baxıram 2-də 2 kimi, 2-də 2-dən 2-də 1 çıxıram, 2-də 1 qalır. 1 çıxılsın 3-də 1-ə baxıram, 3-də 3 çıxılsın, 3-də 1 kimi, bu da eləyir 3-də 2. 1 çıx 4-də 1-ə baxıram, 4-də 4 çıx 4-də 1 kimi, bu da olur 4-də 3. 1 çıx 5-də 1-ə baxıram, 5-də 5 çıxılsın 5-də 1 kimi, bu da 5-də 4 eləyir. Vurulsun, misalın davamı. Bu dəfə toplaması. 1 üstə gəl 5-də 1 eləyir 5-də 6. Vurulsun. 1 üstə gəl 4-də 1 eləyir 4-də 5. Vurulsun. 1 üstə gəl 3-də 1 eləyir 3-də 4. Vurulsun. 1 üstə gəl 2-də 1 eləyir 2-də 3. İndi ixtisar gedənə qalana görə kim gedir, kim qalır. Kim gedir, kim qalır. Deməli 5-lər də gedir, 4-lər də gedir, 3-lər də gedir. Görək nə qaldı yekun nəticə. Məxrəcdə bir 5 var, bir də burada axırda 2 var. 5, 2-nin 10. Sürətdə də bir dənə deyəsən 6 qalıbdı. Bu da 5-də 3 deməkdir. Yəni 0,6. C-miz 0,6-dır. Razısınız? C-miz 0,6-dır.
Razılaşdıq? Sileyim bunu. Nezrin, yazdığın dəftərinə. Bəli, müəllim. Tamamdır. Gəlin davam eləyək. Hə, əsas məsələ toy bayram A-dadır. A-nı necə tapacağıq görəsən, Əli? Yazmısan 33 yoxsa yox? Yox, yaxşı. Diqqətlə qulaq asın. Yuxarıda bu çıxılsın 16 var, ha. Bu 16-ya baxıram 16 dənə 1-in fərqi kimi. Aybikə. Buna baxıram 16 dənə 1-in fərqi kimi. 1 çıxılsın, 1 çıxılsın, 1 çıxılsın. Yəni 16 dənə 1. Şolar 1-in kvadratından 1-i çıxanda 0 qalacaq. O getdi. 2-nin kvadratından 1-i çıxanda bir dəfə bununla kvadratlar fərqi kimi baxaram. Bir dəfə 2 çıx 1, bir dəfə 2 plus 1. Üstə gəl. 3-ün kvadratından o biri 1-i çıxanda buna da baxıram kvadratlar fərqi kimi. Bir dəfə 3 çıxılsın 1, vurulsun 3 plus 1. Nəhayət bu prosesi davam etdirdikdən sonra sonda 16-nın kvadratı çıx 1-ə də deyirəm ki, bir dəfə 16 çıx 1, bir dəfə də 16 plus 1. 16 plus 1. Всё. Məxrəc isə olduğu kimi. Məxrəci bir də köçürtmürəm uşaqlar. Yəni necə varsa köçürdüm. Məxrəclə heç bir işim yoxdur. Olduğu kimi qalır. Deməli belə. Gəlin baxaq yuxarıda nə alındı. 2 çıx 1 1 eləyir. 2 üstə gəl 1 3 eləyir. Üstə gəl. 3 çıx 1 2 eləyir. 3 üstə gəl 1 4 eləyir. Üstə gəl. 16 çıx 1 15 eləyir. 16 üstə gəl 1 17 eləyir. Fikir verirsiniz, məxrəc də budur da. Elə 1 vur 3, üstə gəl 2 vur 4, üstə gəl. Axırda da 15 vur 17. Aa! Bu 1 eləyirmiş ki. Yəni bizim A-mız 1-dir. Yaxşı? Və yadınızda saxlayın. Mürəkkəb görünən bütün misallarda əksər cavablar 1-ə gəlir. Deməli belə. Bunu sileyim. Şu A1'dir. Şu A1'dir. Derevane. Müəllim, o yes nədir o? Xarici hazırlaşırlar, oxumaq üçün. Bəli. Müəllim, o necə hazırlaşırlar? Necə bir də soru. Hayır, saat. Yəni, bu xarici şeylər imtahanlar var. Məsələn, imtahan verirlər, görmüşsünüz, imtahan verirlər, xaricdə oxumaqdan. Aha. Qızım, bir dənə söz istərdiniz. Onlar bir dənə vermirlər də imtahan elə. Qızım, xarici gedənlərdə IELTS imtahanı şərtdir. İndi baxır o hara verirsən, hansı ölkəyə verirsən, satla gedirsən, göstlə gedirsən, yoxsa ümumiyyətlə başqa ölkəyə gedirsən. Belə ki, onun üçün IELTS lazımdır. IELTS imtahanı verirsən ingilis dili. İngilis dili üzrə dərəcə qazanırsan. Bir də 3 fəndən hazırlaşırsan. Azərbaycan dili, riyaziyyat, ingilis dili. Bu 3 fənni yaxşı öyrən, buraxılış imtahanı ver. Bizdən uşaqlar bu illəri gedəcəkdə Vədat Türkiyəyə gedir, Fidan Amerikaya gedir. Sonra başqa uşaqlar da var gedəsi olanlar. Yəni deməyim ondan ibarətdir ki, bu ilki uşaqlardan var, hətta keçən ilki uşaqlardan da var idi. Deməyim ondan ibarətdir ki, yəni gedən uşaqlar var, çox gözəldir. Yəni qəbul prosesi o qədər də dəhşətli deyil şəxsən bizimkilərlə. Mənim də çətindir. Necə? Yəni çətindir deyim kimi. Qəbul olmaq. Deyim kimi çətindir qəbul prosesi. Blok imtahanı vermirsən. Bir baxanda 3 fənn üçün maksimum surətdə hazırlaşırsan. Orada bir dənə IELTS problemdir ki, dərəcə qazanmalısan da, yüksək bal toplamalısan. IELTS-dan yaxşı bal toplasan, qəbulun garantidir. Rusiyada getsən ingilis istəyir. Necə? Rusiyada getsən ingilis istəyir yenə. Rusiya deyəndə ağlar rus dili gəlir də elə. Onu mən dəqiq deyə bilmərəm. Bizdə Elnur müəllimi var. Onun nömrəsini göndərərəm. Ondan danışarsınız. O xaricdəki təhsillə bağlı o maraqlanır. Onu yönəldirəm. Ondan ətraflı məlumat alarsan. Yaxşı? Mən belə maraqlanırdım. Hə, sən hansı ölkəni istəyirsən? Almaniya, nə bilim, Amerika. Onda sən Azərbaycandan uzaq, hə? Bəli. Düz eləyirsən. O deyir Azərbaycandan uzaq, Allaha yaxın. Amma bir şey deyim. Mən səsi bağlı, mənim səsim yarısı bağlı. Bacarıqlı insan istər Azərbaycanda olsun, istər xarici dövlətlərdə olsun, heç bir fərq yoxdur. Hər yerdə öz səviyyəsini qoyur ortaya.
Yəni əsas bacarığın olsun. Sənin potensialın yüksəkdirsə, sən vəziyyətdən çıxmağı bacarırsansa, sənin intellektual bacarığın budur. Özü vəziyyətdən çıxarda bilirsənsə, demək olar ki, hər bir mühitdə sən formalaşacaqsan və qabaqda gedənlərdən biri olacaqsan. Yəni sən aktiv ol, ayıq ol. İstər blok ver, istər xarica get. Sən uğur qazanacaqsan Rəvanə. Çünki sən özünü tənqid etməyi də bacarırsan, başqasını tənqid etməyi də bacarırsan, o heç bu göz qabağındadır. Yəni inşallah ki, öz boşluqlarını doldur. Başqasında şikayət axtarma, başqasında bir problem görmə, dimi şikayətləndirmə, deməklə işin olmasın. Sən özün maksimum sürətdə çalış, qazan. Yaxşı? Çətindirsə hamı üçün çətindir, asandirsə hamı üçün asandır. Sadəcə zona söhbəti varsa ona heç nə demirəm. Ədalət gələndə soruşarıq ondan. Deməli belə. Uşaqlar, 26 nömrəli sualda yenə. Kimin sualıdır 26? Heç kimin sualı deyilsə izah eləmirəm. Yaxşı, izah eləmirəm. Başladıq. Bayaqdan qaçırdım bu suallardan ki, bunlar bəlkə bir ehtimal kimsə özü hesablayar tapar, mən izah eləmərəm. Amma neysə də daysizsiz. Həyatda da mənə izah elətdirirsiniz. Gəl bundan başlayaq. 24-dən. Həyatda nifrət elədiyim şey hesabdır. Buyur Aylin'im. Orada 0,68 metr mötərizənin içində kvadratlar fərqi qalır. Bir dəfə üstə gələyi, bir dəfə də çıxağı. 168-dən 132-dən. Allah davam edə. Sonra bərabərdir 0,168. Buraq bir dəfə mötərizənin içi 100 eləyir, bir dəfə də 36 eləyir də. Çıxanda 36 eləyir. Bir dəfə Vurulsun. Bir dəfə də toplayanda da 1 eləyəcək. Deyil, deyil mi? bəli 1. Vurulsun 1,17-də 8. Uşaqlar, bir dənə bu hissəyə fikir verin. Aferin sənə Aylin'im. Hesab prosesi tamamilə doğrudur. İndi bir dənə səsi bağlı qızsın, bir dənə sən telefonun yerində düzəlt. Sənin səsində xışıltı var. Danışanda xışıltı gəlir. Uşaqlar, burada 0,68-lər ortaq vuruqdur. Birini çıxartsaq, kubda 3-dən neydi axı? Birini çıxartsan ikisi qalır. Burada da 0,32-nin kvadratı. Buna bir dəfə A minus B, bir dəfə A plus B kimi baxıram. Nuran, bir dəfə 0,68-dən 0,32-ni çıxıram. Qalır 0,36. Bir dəfə də toplayıram. Toplayanda da 1 eləyir. Deməli, bizim misalımız nə qaldı? 0,68 vurulsun, 0,36 vurulsun, 1,17-də 8. Biri məxrəcə vurub sürətə qaldırsan, bu 17-də 25 deməkdir. İndi gəlin bu hissəni hesablayaq. Baxın, bu %68 var. Ha, %68. %68-i 4 ilə ixtisar eləsək, əslində bu 25-də 17 deməkdir. Vurulsun 0,36, vurulsun 17-də 25. Təsadüfə bax ki, bunlar ixtisar gedirmiş. Cavab 0,36-nın elə özü qalır. Başa düşürsən? Qılay tutduq hesab prosesinin sadə yolunu. Aydındır? Mən 24 deyildik, mənim sualım 23 idi. Aylin sizin idi, kimin idi bu sual? Mənim idi, başa düşdüm. Tamam, başa düşdük. Hesab prosesinin həmişə sadə bir üsulu olur. Sadəcə o üsulu görmək lazımdır. Gəlin keçid edək 23-ə, bir də 25 var orada, yadımdadır, izah eləyəsik. 23 nömrəli sual. Gəlin baxaq 23 nömrəli suala. Bunun da asan yolu əlbəttə ki olacaq. Nə də asan yolu? Baxın burada, baxın burada. 6-nı 2 vur 3 kimi yazsam, bu olur 0,77 vurulsun 2 vurulsun 3. Asan yol axtarıram. Oturub kalkulyatorla hesablayardınız da oturub bir-bir vurub açsaydıq. Neysə. Bölünsün 3,8 çıxılsın 0,25. Deməli uşaqlar, baxın burada. Niyə bunu 2 vur 3 kimi parçaladım 6-nı? Çünki 2-ni 0,77-yə vuranda 1,54 eləyir. 1,54-ləri ortaq vuruq kimi mötərizə xaricinə çıxartsam, mötərizənin içində 3 çıxılsın 0,5 qalacaq. Bölünsün 3,8 çıxılsın 0,25 misalın davamıdır.
3-dən də 0,5 çıxanda bizim misalımız 1,54 vurulsun 2,5 kimi qalır. Bölünsün 3,8 çıxılsın 0,25. Uşaqlar, bir dənə bura fikir verin. Deməli, bu 1,54 vurulsun 2,5 var ha. Bunu bölürük 3,8-ə. Bundan da çıxırıq 0,25-ə. Hesab prosesi budur. Bunu hesablamalıyıq. İndi burada Zeynəb. Bunlar ixtisar gedir də, 2 qatıdır. 1,54-ün 2 qatı 3,8-dir. Onda burada 2 qalır, burada 1 qalır. Yəni bizim misalımız 2,5 bölünsün 2, çıxılsın 0,25 qalır. 2,5-i 2-yə böləndə görək nə qalır? Bir dənə bunu böyüdək. Deməli, 1,25 qalır. Bundan da 0,25 çıxanda mənim vəziyyətimdən 1 qalır. Yaxşı. İmtahan burada işte benim değil. Atacağım bu sual. Sonra da gəlib burada şivən salacaqsan ki, din bizə ədalətsiz saldı. Hə. Neysə. Ədalət gəlsəydi zarafat eləyərdik. Mənə sonradan aydınlanma gəlib ki, bizdə amin var. Dəqiqədən bir mən dua eləyirəm axı. Aminə söz atardım. Ürəyimdə qalıbdı. Deməli belə. Yaş. Neysə. Görün də deyəcək, Üsəli müəllim ciddi müəllim deyil. 25 tam. Cevap 1. Cavab 1'dir. Ciddi baxın görün arxasında 1'dir cavab. Zarf 2'ydi. Nədir? 25'te D variantıdır. Yox, deyilmiş. Təəssüf görür. Burada tutmadı da. Gələn dəfə atarıq. Yaş. Demin Ben attım o seçmezsin. Necə? Deyirəm, Ben demin attığım etmezsin. İkiniz də eyni anda deyirsiniz. Bir deyin görüm. mən dedim ki, demin səhv idi. Bəli, dimin səhvidir. 1 qoymalıydı cavabı. Utanmır ki. Elvan sən nə deyirdin? Müəllim, məndə atanda 0 tutur. Hə, 0. Orada mən Deyirəm, heç sən bir atanda deyiləm, tutma. həm, amma blok imtahanında olur. Blok imtahanında hansı fən olursa olsun, 0 görəndə 0 yazanda düz götürürdüm. Harda Bəli, bir dəfə mənim başıma gəlib elə. Sıfırların altını düz götürmüşlər. Trigonometriyada adətən 0 olur da, cavab 0 1 belə. Elvanədə isə tutmur o metod. Deməli belə, yaxşı uşaqlar, gəlin hesab prosesinə qayıdaq. Bilirəm siz elm uşaqlarsınız, dərsdən kənarlaşmaq istəmirsiniz, qəti surətdə. Zeynəb burada ay Allah, Zeynəb nə olub bala, özü burada parçaladın ki, mən izah eləmək istəyirəm. Buyur Zeynəb, izah elə dayı. Bir dənə suala görə dəyər Zeynəb, hə? O sırada Zeynəb çay içir, yemək yeyir, ya yatıb. Zeynəb yatmırsan? Ciddi yatıb ha. Zeynəb. Yuxun şirin olsun qızım. Yuxunda bizi gör. Neysə, Tünzaleciyim, bəlkə izah eləyəsən. Son ümid deyirəm, bəlkə biriniz izah eləyəsiniz də qoçaq çıxa biri aranızda. Benim sonra bizden kalmamışım. Aylin izah eləmək istəyir. Buyur Aylin. Orada çevirmişəm, bir dəfə yazmışam elə. O 1,3'də 2'ni yazmışam, 3,95. Çıxaq 82,162 bölək 3,7. Vuraq 10,25. Çıxaq 2,5. Vuraq 24. Sonra 3,95. Çıxaq 10,306. Onları ortaq məxrəc 30 götürmüşəm. 95'i 10'a vurmuşam. 306'ını 3'ə. O yuxarıda sürət deyilişi 950 çıxaq 918. Oy, sən hesabı biraz böyütmüsən. Quzu görək. Az alınır. Sonra onlar çıxanda 32 bölək 30 alınır. 30 da 32. Yaxşı. Bir dənə gözlüyün görək. Asan yolu varmı deyə düşünürəm. Asan yolu olsa nə ala? Bir dənə bu hissəni gəlin hesablayaq. 82 tam %62'ni bölək 2 tam onda 7'yə.
Uşaqlar bir dənə kalkulyatorda bölün görün tam bölünür, yoxsa ixtisar gedir, kəsir qalır, kəsir qalacaq deyəsən. Hə, bir dənə baxın görək. 10, 18, 3'ə bölünür. 3'ə ixtisar gedir. Aşağı olur 0,9. Yuxarı eləyir 20. 7 tam 54. Bunu da deməli neyniyərik? Bir dənə səsi bağlayın. Hər tərəfi vurarıq. Uşaqlar hesab prosesində hər tərəfi 3'ə ixtisar apardım. Aşağıda 0,9 qaldı. Yuxarıda 27,54 qaldı. Bunu da hər tərəfini 100'ə vuraram. Aşağı 90 eləyəcək. Yuxarı 2754 eləyəcək. Hər tərəfi 9'a bölək. Yuxarı eləyir 30. Neçə eləyir? Bölün görün neçə eləyir bu ümumi. Nəticə nədir? 90'a bölün bütöv. Gözləyirəm sizi. 30,6. 30,6. Tamam. 30,6. Qutardı. Gətirib burada yerinə yazaq. Tamam. Gəlin burada yerinə yazaq. 30,6. 30,6. Bunu silirəm indi. Gəlin hesaba qayıdaq. Bircə dəqiqə gözləyin. Aha. Uşaqlar, gəlin davam eləyək. Deməli, 31,3-2-dən də 30,6-nı çıxmalıyıq. Deməli, bunu da belə eləyək. 30,6-nı elə yazaq. 31,3-2 çıxılsın. 30,6 kimi. 10,6-da 2 ilə ixtisar gedəndə 5-də 3 qalır da. İndi bunları bir-birindən çıxaq. 31-dən 30'u çıxanda 1 qalır. 3'də 2'dən də 3'də 5 çıxmalıyıq. Orta məxrəcə gətirərik. Bunu 5'ə vururam, sürəti də vururam. Bunu 3'ə vururam, sürəti də vururam. Bu da eləyir 15'də 1. Uşaqlar, 1,15'də 1. Razısınız birinci hissə mötərizənin içinin cavabının bu olması ilə. 1,15'də 1. Gülay, razısan bu hissə ilə? Bəli. Tamam, 1,15'də 1. Yəni gətirib yerinə yazıram. 1,15'də 1 vurulsun 2,5, çıxılsın 2,2'də 1, vurulsun 24. Ürəyimizin şirəsi çəkildi. Bu nə sualdır? Deməli, 2,5'də uşaqlar, indi bunu çevirərik 2,2'də 1 kimi. Olar. 2,5, 5 ilə ixtisar getsə 2,2'də 1 deməkdir də. 2,2'də 1'i də ortaq vuruq kimi mötərizə xaricine çıxardarıq. Qalır 1,15'də 1, çıxılsın 1. Buradan ortaq vuruq çıxartdım. Vurulsun 24. Bu da eləyir 2,2'də 1 vurulsun. 1,15'də 1'dən 1 çıxanda 15'də 1 qalır. Vurulsun 24. Getdi hesaba. Bölmə yox idi hesabda. Bir də mən vurma bölmə qarışdıraram orada. Hə, düzdür. Deməli belə. 2,2'də 1, 2'də 5 deməkdir. Vurulsun 15'də 1, vurulsun 24. Gedən-gedənə, qalan-qalana görə kimlər gedir? 5 ilə 15 gedir. Burada 3 qalır. Deməli, bu 2 ilə 4 gedir. 12 qalır. Bu 12'ni də 3'ə böləndə 4 qalır. Yəni, hesab prosesi xırdalıqlara qədər enməlisiniz də. Başa düşürsünüz, Gülay? Hesabda Orta bir hesab düşür. Çox sağ olun. Sadəcə hesab xətri qalmasın deyə izah elədik. Bu sizi təkmilləşdirmək üçündür ki, hesab bacarığınızı gücləndirəsiniz ki, hesab əməllərini uyğun ardıcıllıqla etməyi bacarasınız. İmtahana bu sual düşməz. Düşməz dedikləriniz gəlib düşürmü? Neysə, bu düşməz. Deməli belə. Gəlin davam edelim. Müəllim. Mən valla blokda salırlar biraz sual. Yox, belə hesab sualı salmırlar. Hesab sualı yox. Deməli belə. Uşaqlar, ikinci bölmədən vermişəm buradan. Mən birisi 20'də. 20 dənə mənim. 20 dənə vermişəm. Gəlin baxaq 20'yə qədər olan suallarınıza. Deyin. 5'də. 5. Bəli. Başqa? Başqa yoxdur məndə. Başqa səhv olan var? 6. Başqa? Aylin? 13. 13. Nəni? Başqa? 18. 17. 17. Çıxır. Başqa? Yox, dərtirən. 12. 12.
Zeynəb, buradasan? Zeynəb. Canını alacağım, yaxşı. Başqa uşaqlar sualınız var əlavə? 18. 18, hə verilib. Başqa? Mələk, Rəvanə, Tünzalə, Aysu xanım, Nuran, Müəllim, məndə yox. Rəqsanə. Yoxdur müəllim. Məndə 5 idi, o da verildi. Tamam. 19'dan veriblər. Eynisidir. 18 ilə 19 eynisidir. Yaxşı. Gəlin baxaq. 5 nömrəli sual. Başlayaq. Deyir ki, A ən kiçik sadə ədəddir. Şu an ən kiçik sadə ədədimiz nədir ki? 2. 2. Bəli. Gətirib yerə İki müəllim. qoysaq bu B bölünsün 3 olur da. Razısınız? İndi sizə deyir ki, bu kəsirin düzgün kəsir olması üçün A ədədi hansı... Ay, bircə dəqiqə, bu B-dir deyəsən. Hə. B ən kiçik sadə ədəddir deyir. Onda B-miz 3-dür. 2-dir. B-miz 2-dir. B deyir ən kiçik sadə ədəddir. Mən bunu A kimi görmüşəm. Şərti yarım kəsmişəm deyə A-ya oxşuyur. Bəli. Mən də sizlə yaşıyordum ki, yerinə səhv qoymuşam. Hə. B-dir. Deməli, indi B-miz 2-dir. Baxaq, 2 bölünsün. 5 minus A. İndi bizə deyir, bunun düzgün kəsir olması. Düzgün kəsir biz bilirik ki, məxrəci sürətindən böyük olur da, elə deyilmi? Burada 5-i soldan sağa keçirtsəm, mənfi A böyükdür. 2 çıx 5, yəni mənfi 3-dən. Hər tərəfi mənfiyə bölsəm, A kiçikdir 3-dən. Bəli, C bəndidir. Tamamilə doğrudur. Başa düşürük. Aydındır. Bəli. Silin bunu. Tamam. Bəli. Yaxşı. 6 nömrəli suala baxaq. Deyir ki, bizə şərtdə bəs bu kəsirlərdən hansı sonluğunu kəsir şəklində göstərilə bilməz? Aylin, de görüm sən mənə, sonlu kəsirlər nəyə deyilir? Aylin. Aylin hardadır? O bir Aylin yoxdur burada. Yəqin interneti kəsildi. Onun sualıydı. Ondan başqa sualı olan var? Bu altını verən var? Yoxdur. Yaxşı. O zaman izah eləmirəm. Gedək davamına. Gəlin burada bir dənə 18-ə baxaq. Uşaqlar, 18 nömrəli sualda kiminsə səsi açıq qalır. Müəllim, səsim gəlir. Gəlir, canın yanmasın. Bayaqdan mən səni axtarıram. Mən də danışıram. Yoxsa siz deyəsəm onun səsini eşitmirsiniz. Elə. Yaxşı. Səhvim var əlavə. Yoxdur. Yaxşı. Bərabərdir. Uşaqlar, burada sürəti məxrəcə bölürük. Kiminsə səsi açıqdır. Sürəti məxrəcə bölürük. Belə ki, m kvadratı m-ə böləndə m, 5m-i m-ə böləndə 5, 6-nı m-ə bölmək olmur deyə belə qalır. M-in neçə natural qiymət dediyinə görə mənfiləri götürmürsünüz də. M 6-nın bölənləridir. 1-dir, 2-dir, 3-dür, 6-dır. Yəni 4 dənə. Cavab B bəndi. Yaxşı. Başa düşürük. Aydındır. Sio. Mənfilər də olmazdan natural deyirdi ya. Tam desəydi mənfilər də götürərdi. Mənfi 1, mənfi 3, mənfi 2, mənfi 6. Yaxşı. Bir də 19-u cavablandırın. Zeynəb, sənin əlavə səhvin var idi qızım? Xeyr müəllim. Tamam. Hadi bakalım. Aybike Tapın 19'u. Bircə dəqiqə. 19'da nədir cavab? A variantı müəllim. Bu variantı. Tamam. A variantı. Düzdür. 17 kimin sualıdır uşaqlar? Mənim müəllim. Sənin sualındır Nuran. Nuran deyir, hansı bərabərlik doğrudur qızım? Elə cavabımız burada B bəndidir. B bəndidir də, ən sadəsi budur. 9-da 7, dövrdə 7 demək deyil. Dövrü açanda 9 ədədlərin sayı qədər, mötərizənin içindəki ədədlərin sayı qədər 9 yazırsan və bu cavabdır. B doğrudur da, elə bir dənə. Nuran, başa düşürsən? Müəllim, variant səhv qoymuşam müəllim. Yaxşı. Sual
sual deyil, yəni diqqətli ol. Hə, qaldıq sonuncu sualımızda. Bundan sonra keçək bizim naturaldan deyəsən əlavə sualımız qalmışdı, baxmadığımız, ona baxarıq. Deməli uşaqlar, 12 nömrəli sual. Gəlin baxaq 12. Sizə sınaq atacağam ha gələn dərsə. Natural və adi onluqdan sınaqlar, qəşəng işləyin onları. Müəllim, natural sınağı atmışdı deyə yoxlamadım. Onu bəlkə yoxlayaq elə bundan sonra istəsəz. Onu yoxlayaq. Yaxşı. Mən elə gələn dəfə sınaqlar yoxlayaq. Hər Yaxşı, şey onda baxar. gələn dəfə yoxlayarıq sınaqları. Bir dəqiqə Aybikəni qəbul edeyim. Niyə qəbul eləmirəm? Bir də müəllim, sizi dərsin axırında bir xatırlatma eləyəcəm. Hə. İndi demirəm. Bilirəm nədir xatırlatman. Neysə. Deməli belə. Aybikəm, xoş gəlmisən bir daha. O sehirli kəlməni demişəm, hə, onu deyirsən? Yox, müəllim, dərsdən əvvəl gəldi. Hə, yaxşı. 12 nömrəli sual. Uşaqlar, dövrü açmaq lazımdır. Bəs bunu açarıq bu hissəni. Mötərizənin içi qədər 59 yazılır. 3 dənə ədəd var da mötərizənin içində. Mötərizə ilə dövr arasında ədədlərin sayı qədər 0 yazılır məxrəcə. Sürətə isə ədədə bir dəfə bütöv ədəd kimi baxırsan 12153. Bundan çıxırsan araya girəni. Araya girən arada qalmaz. Bu biri tərəfə açıram. 999 arxasına yenə 2 dənə 0. Yuxarıya 87846 çıxılsın 87 yazıram. Sö. İndi bunları hesablayasıyıq. Bu eləyir deməli 99900 də yuxarıda 12 çıxanda nə qalır? Mənim 12140. 41. Axırda cavab 1 olacaq amma nəysə. Yuxarıda bəs buranın çıxanda neçə qalacaq? Axırı 59 eləyir. Aha. Neçə eləyir uşaqlar? Axırı 79 eləyir də deyəsən. 779 kimi. 87 779. 79 eləyir, dəqiq olsun. 59 ay. 59 eləyir, bəli. Hə, hə. İndi toplayanda da bu eləyir 99900 də 99900. Cavab 1 eləyir. Yaxşı? Aydındır? Eyni proses 13-də də belədir və orada da cavab 1-dir. Mən 5-6 yeni izah edə bilərsin. Mən çıxdım, sizin internet keçmişdi. 5 ilə 6-nı? Bəli. Ay, sənin canın yanmasın. Bayaqdan səni çağırırdım. Qızı, 5-ə izah eləmişik. Video dərsə 1-də baxarsan. 6-nı gəl izah eləyək ya da problem yoxdur. Bir də izah eləyək. Amma video dərsə baxarsan daha ətraflı izahına, yaxşı? Demək qızım, səndən soruşurdum bayaq ki, bəs sonlu kəsir nəyə deyilir? Sonlu kəsir nəyə deyilir, Aylin? Vuruqlara ayıranda 2 ilə 5 olsanda. Bəli. İndi bəs sən mənə de görüm, burada hansında 2-5-dən kənar nəsə var? Bax, bu 36-nı vuruqlara ayırsan 2-2-2-3-də axı bu. 3 var axı, bu sonlu ola bilər səncə? Xeyr. Bilməz, odur cavab. Başa düşürsən? Bəli. Tamamdır. Bunu silirəm. Uşaqlar, gəlin davam eləyək. Hə, 5 nömrəli sual. Aylin, bir də izah eləyirəm. Aylin, sənə deyir, B ən balaca sadə ədəddir. Ən balaca sadə ədəd nədir, Aylin? 2. Bəli, B-nin yerinə 2 yazırsan. 2 bölünsün, 5 çıxılsın, A. Bunun düzgün kəsir olması üçün məxrəci sürətindən böyük olmalıdır da, Aylin, elə deyil. Aylin, burada mənfi A böyükdür 2 çıx 5-dən, yəni mənfi 3-dən. Hər tərəfi də mənfiyə bölsən, A kiçikdir 3-dən. İşarə dönür axı mənfiyə böləndə. Düşdüm. Gözəl. Amma daha ətraflı video izahda baxarsan. Uşaqlar, qutardı suallar. Bu birinci hissədə. Müqayisə də var elə bil. Vermişəm müqayisəni. Xeyr, mənim tez bölmədən vermişdiniz. Verməmişəm. Onda gəlin belə eləyək. 20-yə qədər baxmışıq. 20-yə qədər buradan yazmısınız. Buradan götür. Bir dənə mənə bunları gələn dərs izah eləyərəm. Ondan sonra verərəm.
Yaxşı. Gəlir siz izah eləyərik, ondan sonra verərik. Problem yoxdur. 9 illikdən ev tapşırığınızı deyim, sonra keçək naturaldan qalan sualları yoxlayaq. Deməli, adi unlu kəsirlər. Deməli, 50 dənə vermişdim, elə deyilmi? Kiminsə səsi açıqdır. Sizlər verməmişdiniz. Neçə dənə vermişdim? 40 dənə müəllim. 40 dənə vermişdim. Mənim bu sənə Onu 40-dan 100-ə artırın. Yəni, əksəriyyətiniz hesab məsələsini bilir onsuz da ki. 40-dan Elə 100-ə. bilirəm axıra qədər. Necə? Elə bilirəm axıra qədər vermisiniz. Yazmısan axıra qədər? Bəli. 40-dan 100-ə qədər. Əla. 100-ə qədər yox, 126-ya qədər. 126-ya qədər. 40-dan gələn dərsə 40-dan 126-ya qədər bunları yazarsınız. Yaxşı? Bitdi. 11 illikdən vermədiniz müəllim. 11 illiyi vermədim. Gələn dərsi keçirəm, ondan sonra verərəm qızım davamını. Yaxşı? Oldu müəllim. Orada bir neçə Oldu. məsələ var, danışmalıyım, ondan sonra verməliyim. Ona görə verməmişəm. Yaxşı, uşaqlar, naturalda harda qalmışıq bir dənə deyin. Natural ədədlər onluq say sistemində yazılışı. Orada mən 13-dən 32-yə qədər olan suallara baxmamışam. Bir dənə ona baxmamışıq elə. Bir də 9 illikdən ətliyə baxmamışıq. Tamam, 9 illik heç ona baxasıyıq. Gələn dərs 9 illiyə baxanda ondan bir yerə baxarıq. Bəli. Sınava baxasınız indi. Nəyə? Sınava. Yox, sınavda Əzəm gələn dərsə saxladıq. Çünki naturalın da, adi onluğun da sınavını anlatacağım, bir yerdə yoxlayarıq. Uşaqlar, natural ədədlərdən hansı bölməni dediniz, hardan 32-yə qədər baxmalıyıq? Budur, qalıqlı bölmə. Aylin, sesini bağla qızım. Balaca xışıltı gəlir. Deməli, uşaqlar, qalıqlı bölmə hissəsidir. Mən bir dənə qabağa gəlin Seyfənin. Mən çıxa bilərəm. Xeyr. Deməli belə, dərsə qulaq as Nəzrin, özünə gəl. Deməli, dedə Gülay, hansı bölmədir? Axırıncı dəfə Əbu Bəkir yazmışdıq axı. olmalıdır. Birinci bölmə. Birinci bölmə. Mən birinci bölmədi, bəli. Hə, hardan hara qədər qızım? 13-32 aralıq. 32 yoxdur axı burada. Hə, var. 13-32. Yaxşı. Deyin görüm, 13-dən 32-yə qədər kimin sualı var idi naturaldan? Bunu yoxlamamışıq. Mən 17, 19, Sonra? sonra 20, 21, Sonra? 26, 27. 26, 27. Bu müəllim yoxlamamışıq. Deyəsən. Yoxlamışıq müəllim bunu. Yoxlamamışıq bunu. Axırını yoxlamamışıq deyəsən qızım. Neysə uşaqlar, gəlin belə eləyək. Gələn dərs yoxlayarıq bunu da. Başqa var bundan əlavə yoxlamadığımız? Bu bölmədən. Var bu bölmədən başqa yoxlamadığımız? Məncə yoxdur müəllim. Müəllim, bu 50-yə qədər işlənmişdi, amma ondan sonrası qalıb, onlara da baxmamışıq. 50-yə qədər işləmişsiniz, 50-dən sonrası qalıbdır. Uşaqlar, əkobu 63-ə qədər tamamlayın. Yazmamısınızsa. Yazanlar heç, yazmayanlar 50-dən 63-ə qədər tamamlayın. Gələn dərsdə ancaq suallarınıza baxasıyıq. Yaxşı? Bloka natural ədədlər düşə bilər. Əlbəttə düşə bilər. Nədir? Uşaqlar, bazar günü dərsiniz 6:30-da olacaq. Digər qrupu 8-ə salacağım, sizə 6:30-da. Dəyişmək istəyirəm. İndi digər qrupla da razılaşsaq, problem olmasa onlara da 8-lə yerinizi dəyişəcəm sizin. Yaxşı? Gedin gecəniz xeyrə